Yeni ilə qədər xəyallarımı gerçəkləşdirirəm. Gün 1. Hər kəsə salam, mən Ülker və bu dəfə 2025-ci il bitmədən yanvar ayında özümə söz verdiyim, amma çatdıra bilmədiyim hər şeyi etməyə qərar verdim. Bu qış mənim Winter Arc dövrümdür. Yəni ki, sistemli şəkildə öz üzərimdə işlədiyim bir mərhələ. Hər həftə yeni bir vərdiş əlavə edəcəm son bu 50 gündə. Amma bu həftə 2 əsas şeyə fokuslanacağam. Birincisi sağlam həyat tərzini qorumaq. 2025-də sağlam həyata keçmək mənim üçün uğurlu oldu və sadəcə qoruyub saxlamaq lazımdır. İkincisi isə dərimə daha çox diqqət yetirmək. Dərim mənim çox qurudur və dərimə qulluq etdikcə özümü daha rahat və təmiz hiss edirəm. Hər gün fərqli nəmləndiricilərdən istifadə edirəm və nə olursa olsun makiyajımı silməyi vərdiş halına gətirirəm. Mən bunu sadəcə bu arada tək başına etmirəm. Biz artıq bir community yaratmışıq. WhatsApp-da kiçik bir qrup var. Orada hamı bir-birini motivasiya edir, hər kəs öz planlarını paylaşır və vərdişlərini paylaşır. Link 24 saat ərzində story-də qalacaq. Əgər sən də bu qışı dəyişiklik dövrünə çevirmək istəyirsənsə, bizə qoşul.